Ötən gün Cəlilabad rayonu Marallı kənd şəhidi, 2-ci Qarabağ müharibəsi iştirakçısı Elmir Mirzəyevin atası Elçin Hacı Qəfəroğlu Mirzəyev ürək tutmasından dünyasını dəyişib. Onu da qeyd edim ki, Elmir Mirzəyev 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsində sürgün edilmiş torpaqlarımızın azad olunması uğrunda canlı qurban vermiş bir qəhrəmandır. Onun vəfatı yalnız ailəsi deyil, bütün ölkə üçün böyük itki olmuşdur. Həmçinin Elçin Mirzəyevin Masallı polis idarəsində çalışan Ramil Mirzəyevin qardaşı da qeyd edilməlidir. Bu ailə vətən uğrunda mücadilə aparmış cəmiyyətə öz dəyərli töhfələrini vermiş insanlardan ibarətdir. Elçin Mirzəyev Allahdan rəhmət, ailəsinə, yaxınlarını və sevdiklərini isə səbir və dözüm diləyirik. Vətən uğrunda can vermiş qəhrəmanlarımızın xatirəsi daima yaşayacaq. Reportajı hazırladı İbrahimov Əfsanə Masallı, səsləndirmədə Aygün Qərib qızı, Ağcabədi.